Salam dostlar, mən Onur Əslov. Deməli bu videoda ümumiyyətlə bir əmtələrlə bağlı bir məsələni aydınlaşdırmaq istəyirəm. Maliyyə bazarlarında bilirsiniz, son olaraq qızılda və gümüşdə böyük bir yüksəliş trendi başlayıb. E, və bir tanışım mənə soruşdu ki, mis alma haqqında nə düşünürsən? Təbii ki, bununla bağlı paralel olaraq da Facebookda bir video post qabağıma çıxdı. Bir nəfər deyir ki, mən o vaxtı demişdim qızılın qiyməti qalxacaq və indi də deyirəm misə yatırım etmək lazımdır. Çünki mis elektrik maşınlarda, cümlədən belə deyək data centerlarda və sair istifadə olunacaq bir belə deyək əmtədir və ona görə də bu misə yatırım etməyi tövsiyə etmirəm, amma məlumat verirəm. Ümumiyyətlə bu sahə maliyyə bazarı elədir ki, belə deyək, belə canlı tutan bir sahədir insanları və diqqət cəlb etmək üçün yaxşı bir sahədir. Çünki nə desəniz onsuz da tutur. Gələcəyə yönəlik deyirsiniz. Əgər tutursa siz haqlısınız, tutmursa ümumiyyətlə xatırlatmırsınız. Burada da önəmli bir nüans var. Baxın, əgər siz maliyyə bazarları ilə bağlı bir araşdırma apararkən və bir məsləhət alarkən ən azından bura giriş edəndə drawdown səviyyəsini nəzərə almalısınız. Qızılın qiymətini böyük əksəriyyət deyirdi ki, qızılın qiyməti qalxacaq. Şəxsən mən də demişəm və amma bununla bağlı kimə istinad etmişəm? Məsələn, mən Jim Rickards'a istinad etmişəm və onun o kitabında qeyd edir ki, qızılın qiyməti 10 min dollardır, amma 10 min dollar olacaq və bunun da arxasında səbəblərini əsaslandırır ki, niyə görə? Bir formula var. Qlobal borcu bölür, belə deyək, money supply-a, pul təminatına belə deyək, bölür və onun da əldə edilən o belə deyək nəticənin 40%-nin qızıl tərəfindən dəstəklənməsini hesab edir ki, bu da belə deyək, Bretton Woods sisteminə qədər olan bir razılaşma idi ki, belə deyək, dolların təxminən belə deyək 40%-ə yaxını qızıl tərəfindən dəstəklənməlidir. Kəsdiyiniz pulun 40%-i qızıl tərəfindən dəstəklənməlidir. Yəni bu hesabdan çıxış edərək o da o formulanı hesablayırdı və qlobal borcu bölürdü, çıxırdı, hesablayırdı və təxminən əldə edir ki, okey, qızılın qiyməti əslində 10 min dollar olmalıdır ki, qlobal money supply, o pul təminatının belə deyək də heç olmasa 40% qızıl tərəfindən dəstəklənəndə o zaman qızılın bir unsiyası belə deyək gəlib təxminən 10 min dollara gəlib çıxır. Bu hesablamanı bu adam deyirdi. Amma siz fala baxar kimi məncə qızıl qalxacaq. Bu alversi təfəkkürüdür. Tutaq siz gedirsiniz bir dənə hər hansı bir məhsul alırsınız, deyirsiniz ki, məncə filan şeyin qiyməti qalxacaq. Bunu alaq. Tutursunuzsa nə gözə, tutmursunuzsa iflas edib çıxırsınız ki, bazarda insanlar qazananları görür, amma iflas edənləri görmür. İndi burada bir önəmli nüans var. Baxın, gümüşün qiyməti 121 dollara qədər bahalaşdı və gümüşün qiyməti təxminən 3 gün içərisində, 3-4 gün içərisində 40% dəyər itirdi. Və mən şəxsən LinkedIn-da bir adam tanıyıram. Dedi, mən 4 Azərbaycanlı deyil, xarici idi. Dedi 400K bütün hər şeyimi satıb, stokları və sair satıb 400K yatırım etmişəm gümüşə. Adam indi ehtimalla ya hesab partladı, ya da ki margin call-dadır. Okay? Yəni gümüşdə 40%-ə yaxın çöküş oldu. Bir digər tərəfdən qızıl son bir həftə ərzində 20% dəyər itirdi. İndi misdə də eyni qaydada. Hal-hazırda misin belə deyək də spotunun spot qiyməti 1 pound deyirlər ölçü vahidi olaraq. Qiymət təxminən 5 dollar 70 sent, 5 dollar 9 sent ətrafındadır. İndi biz misə yatırım ediriksə, nəyi alaq? Misin futuresini mi alaq? Misin CFD-sini mi alaq? Yoxsa onlar üzərində opsiyon kontraktları varsa, opsiyon kontraktlarını mı alaq? Yoxsa misin özünü mü alaq? Nəyə yatırım edək? Bu sualların hamısı açıqdır. Amma təbii ki, siz kütləyə belə açıb buraxanda onsuz da 90% insan başa düşmür və deyə siz çıxırsınız ki, mən demişdim. Bu bir PR məqsədlidir və açıqcası bu PR-lardan da mən heç sevmirəm. Ona görə də bu videoda izah etmək istəyirəm ki, əgər bir gün əmtəyə yatırım etmək düşünürsünüzsə, adi qızıl, indi ən populyarı qızıldır. Gidin qızılın özünü alın. Artıq girib də ya qızılın futuresini, ya CFD-sini almayın. Çünki qızıl çox volatil bir alətdir. O uzun vədədə təbii qalxan trendlə gedir. Amma bir anda belə deyək də aşağı yönlü bir sərt bir düşüş edir və sizin o zaman balansınız dözməzsə, sizin hesabınız partlayacaq. Və siz pulunuzu itirəndən sonra qızıl təkrarən yüksəlməyə davam edəcək. Minlərlə belə misallar var yəni. Belə deyək, maliyyə bazarında.
Qızılın özünü almaqsa, okey, fiziki qızıl ala bilərsiniz. Ki ən azından artıq o sizin üçün maraqlı deyil. 5 dollar düşdü, 20 dollar düşdü, 10 dollar düşdü. Siz uzun vədəli almısınız və ya da portfelinizi diversifikasiya etmisiniz. Gözləyirsiniz ki, hə, mən də biraz da portfelimdə qızıl olsun. Amma qızılın özü olsun. Fiziki qızıldan söhbət gedir. Və yaxud da gümüş alırsınızsa, gümüşün özünü alın. Artıq gümüşün futures kontraktlarını alırsa, futures kontraktlarında təxminən 10% kredit çini, leverage olur da belə deyək. Əgər anidən düşüşdə əmin olun ki, böyük ehtimalla ümumiyyətlə gümüşün o 40% çöküşündə çox böyük hesablar likvidasiya olur. O futures kontraktları. Misin də özünü ala bilirsinizsə, ambarınız varsa gedin misin özünü alın. Hə, onu ambarda saxlayın və uzun vədəli gözləyin ki, okey, mən misə yatırım etmişəm və gözləyəcəm. Amma siz maliyyə bazarına girəndə futureslə ticarət edəndə əslində siz spekulyasiya etmiş olursunuz. Bu xüsusilə MT-yə yatırım edənlər və yaxud da MT-nin belə deyək maliyyə bazarı tərəfindən diqqət etirsəniz, orada daha çox hedge əməliyyatları üçün istifadə olunur. Məsələn, futures kontraktlarından o MT-lərin fiziki ticarətlə məşğul olan şəxslər daxil olur, məsələn, maliyyə bazarına qoşulur və dərhal tutaq ki, siz X bir qiymətdən almısınız misi və yaxud da nə bilim alüminiumu və yaxud da nə bilim gümüşü X qiymətdən almısınız, digər ölçüyə və yaxud da başqa şəxsə çatdırasınız. Sadəcə həmin bazarda eniş ola bilər deyə dərhal hedge eləyirsiniz. Əlinizdə mis var, maliyyə bazarına deyə futures kontraktlarına satış açırsınız və siz hər zaman balansda qalırsınız. Gümüşün və yaxud da misin qiyməti düşsə belə fiziki belə deyək fiziki tərəfdə etdiyiniz zərəri buradan əldə etdiyiniz qazancla balanslaşdırmış olursunuz. Yəni bu daha çox maliyyə bazarında əmtia ticarəti hedge əməliyyatları üçün olunur. Bir də təbii ki, əgər belə proqnozlarınız varsa, bu analiz edə bilirsinizsə, bəli, alqı-satqı edə bilər, trade edə bilərsiniz həm futureslarla, swing trade aylıq və ya illik kontraktlar alıb ticarət edə bilərsiniz. Amma siz bir yatırım kimi bu kontraktlarla yatırım etmək çox risklidir. Burada sadəcə çatdırmaq istədiyim odur ki, bəzən bir məlumatı eşidəndə onu sorğulayın. Ən azından ki, okey, mən misə yatırım etmək istəyirəm. Misin nəyinə yatırım edəcəm? Futures'ına. Futures'in riski nədir? Və yaxud da ki, bunun drawdown səviyyəsi nədir? Deyirlər ki, biz demişdik, qızıl qalxdıracaq ki, bu adamlar söyləmişdi. Proqnoz vermişəm, o qızılın qiyməti heç bir əlaqəsi yoxdur əslində. Qlobal trendlərdən bir balaca anlayış olanlar da zaten bilir ki, qızılın qiyməti yüksəlməlidir. Çünki global bazarlarda money supply, o kağız pul təminatı artır. Həm Amerika Fed faizi aşağı salır, təkcə faiz dərəcəsini aşağı salmaqla pulu artırmır, eyni zamanda istiqraz bazarından öz borclarını almaqla bazarda pul kütləsini artırır. Digər tərəfdən Çin durmadan yuanı ucuzlaşdırır. Bütün hər kəs belə deyək də o currency wars dediyimiz pulu dəyərdən salma, ixracı təşviq etmə məsələsindən dolayı, bir də hökumətlərin borclu olmasından dolayı o pulun dəyərsizləşməsi prosesi gedir ki, siz bunu bir balaca anlayan adam görür ki, qızılı yüksəlməlidir. Amma qızılın futures və kontraktlarını alanlar mən əmin edirəm ki, böyük əksəriyyəti itirib. Böyük əksəriyyəti itirib. Ya doğru yerlərə giriş etməklə, ya riskini idarə edə bilməklə. Yəni bir şeyə yatırım edərkən maliyyə bazarında qazancınızdan daha çox onun drawdown tərəfini düşünməlisiniz ki, bu aşağı gedərsə, tutalım ki, siz misi aldınız. Yəni nə bilim indi qızılı aldıq və ya gümüşü aldıq. 71-72 dollar ətrafından gümüşü. Okay, mən gümüşü bu qiymətdən aldım. Bu qiymətdən aşağı düşərsə, mən nə qədər itirə bilərəm? Tutaq ki, gəldi 50 dollara düşdü ki, bu ola bilər yəni. Heç kim bunu garanti vermir. Mən nə qədər zərər edəcəm? Və yaxud da ki, mənim hesabım likvidasiya olunacaqmı? Yəni marjinla mı girirsiniz, yoxsa fiziki belə deyək, əmtənin özünü mü alırsınız? Bu məsələlərə baxmaq lazım. Yəni belə fala baxar kimi mən demişdim, filan şeyin qiyməti qalxacaq, boşuna pulunuzu itirmiş olacaqsınız. Belə, bu sadəcə bunu izah etmək istəyirdim ki, bəzən ümumiyyətlə bizdə maliyyə bazarına dair financial literacy dediyimiz məsələ çox aşağı səviyyədədir və bəzi insanlar da bundan istifadə edir. Nə baxımdan istifadə edir? Çünki çox rahat bir şəkildə belə deyək də manipulyasiya etmək olur. Mən demişdim, bax tutdu, bu da tutacaq kimisindən. Bunlar yanlış şeylərdir. Çünki bu yanlış yönləndirmədir. Təbii ki, bu investisiya məsləhəti deyil, amma ən azından bunu bilməlisiniz ki, siz yatırım edəndə nə qədər itirə bilərəm? Mənim riskim nə qədərdir? Filan şey qalxacaq, filan kes dedi deyə nəsə alıb satmayın. Belə dostlar, ümid edirəm faydalı olmuşdur. Sağ olun.